Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda istər adi günlərdə, istər özəl günlərdə hazırlayıb çay süfrəsinə verə biləcəyiniz çox dadlı, şokoladlı, qozlu piroq reseptini sizinlə paylaşıram. Tez bir vaxtda hazırlaya biləcəyiniz asan bir piroq reseptidir. İndi keçək piroqun hazırlanmasına. Bunun üçün əvvəlcə ərzaq qabına 3 ədəd sındırdığım yumurtanı əlavə edirəm. Üzərinə 200 ml stəkanla 1 stəkan şəkər tozu, 1 çimdik də tuz əlavə eləyəndən sonra şəkər tozu ilə yumurtanı mikserlə yaxşı qarışdırıram. 2-3 dəqiqə mayonez halına gələnə qədər mikserlə qarışdırıram. Onu da qeyd edeyim ki, ərzaqlar otaq temperaturunda olmalıdır. Piroqun xəmirinə mən həm xama, həm də qatıq əlavə edirəm. Amma istəyən tək 1 stəkan qatıq ya da 1 stəkan xama ilə də bu piroqu hazırlaya bilər. Bunun üçün qaba 5 xörək qaşığı yağlılığı 25% olan xama əlavə edirəm. 3 dolu xörək qaşığı da qatıq. 50 qram yumuşalmış kərə yağını da əlavə eləyəndən sonra bu ərzaqları da mikserlə biraz qarışdırıram. Piroq üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Oradan da baxa bilərsiniz. Başqa bir ərzaq qabında 200 ml stəkanla 1 stəkan yarım un götürmüşəm. Un ələnmiş undur. Üzərinə 1 paket 5 qram şəkərli vanil, 1 paket 10 qram da qabartma tozu əlavə eləyəndən sonra quru ərzaqları biraz qarışdırıram. Un qarışımını ələkdən keçirdirəm. Ələkdən keçirdəndə piroq həm yumuşaq olur, həm də havalı alınır. 2 dəfədən hissə ələyə töküb ələkdən keçirdirəm. Bir hissəni qarışdırandan sonra qalan unu da ələkdən keçirdib çırpıcı ilə qarışdırıram. Unu hissə əlavə edəndə qarışdırmaqda çox asan olur. Un xəmirin içində topak halında qalmır. Piroq şokoladlı, qozludur. Bunun üçün sonda blenderdən keçirdiyim 1 stəkan üyüdülmüş qoz ləpəsini də xəmirə əlavə edirəm. Hamısını yaxşı qarışdırıram. Belə gördüyünüz kimi nə çox bərk, nə çox yumuşaq bir piroq xəmiri alındı. Hazırladığım xəmiri yağlı kağız sərdiyim formaya boşaldıram. Onu da qeyd edeyim ki, istifadə elədiyim formanın diametri 24 cm-dir. Formanın içində spatula ilə ortadan kənarlara doğru yayıram ki, bişəndə ortası çox şişməsin. 2-3 dəfə masaya çırpıram, havası çıxır. Öncədən qızdırdığım 180 dərəcəlik sobada 35-40 dəqiqə pişirirəm. Piroq artıq pişib, sobadan çıxartmışam, çox yaxşı qabarıb, çox gözəl piroq alınıb. Çöplə yoxlayıram, əgər ələ yapışmırsa, deməli içərisi də yaxşı pişib. Tez soyması üçün qəlibdən çıxardıram. Belə gördüyünüz kimi çox gözəl piroq alınıb. Soğuyandan sonra piroq elə belə də üzərinə şəkər pudrası səpib, doğrayıb çayla içmək olar. Amma daha fərqli, dadlı olması üçün mən şokoladlı soğus hazırlayıram. Soğusu hazırlamaq üçün qazana 2 xörək qaşığı şəkər tozu, 1 dolu təpələmə xörək qaşığı kakao, 1 xörək qaşığı damla şokolad, İstəyə görə damla şokoladı doğranmış plitka şokoladla da əvəz eləyə bilərsiniz. 3 xörək qaşığı da su əlavə edib qarışdırıram. Suyu da istəyənlər südlə də əvəz eləyə bilər. Qaza qoyub hazır olana qədər soğusu bişirirəm. Qazın orta xodunda ara sıra qarışdırıram. Artıq qaynamağa başlayanda təxminən 1 dəqiqəyə qədər qarışdıraraq qatılaşmağını gözləyirəm. Çox da saxlamaq lazım deyil. Elə biraz qatılaşandan sonra
qazı söndürüb ocaqdan götürürəm. Piroq demək olar ki, tam soyuyub. Hazırladığım sousu isti-isti piroqun üstünə əlavə eləyirəm. Piroqun üstünə hər yerinə hazırladığım şokoladlı sousdan çəkirəm. Piroqun üzəri üçün mən şokoladlı sous hazırladım, amma istəyə görə şokoladlı sousu bişmiş qatlaşmış südlə də əvəz eləmək olar. Bu qaydada hazırlayandan sonra öz zövqünüzə görə üzərini bəzəyə bilərsiniz. Mən piroqun üstünə bütöv qoz ləpəsi ilə bəzəyirəm. Orta hissəsinə isə rəndələnmiş qoz ovuntuları əlavə edirəm. Piroqu bu qaydada hazırlayıb bir yarım saat gözlətdikdən sonra artıq kəsib çay süfrəsinə vermək olar. Bol içlikli, çox dadlı, çox gözəl piroq alınıb. Kəsək görək piroqun içərisi necə alınıb. Kəsdikdə də görünür ki, yumuşaq bir piroq alınıb. Piroqun xəmirində həm xama, həm qatıq olduğu üçün piroq quru olmur. İçi də çox yumuşaq, nəmli, çox dadlı bir piroq alınır. Sizdə hazırlayan əminəm çox xoşunuza gələcək. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Əgər bu videomda sizin üçün faydalı oldusa, izlədikdən sonra videomuzu bəyənməyi, dostlarınızla paylaşmağı, şərh bölümündə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.